baba. Biri vardı, biri yoktu. Bir koca kişiyle koca karı vardı. Onların iki kızı vardı. Nastinka kişinin kızıydı. Marfuşa ise karının. Mamanya. Uyan koca. Aziz Marfuş'un kamağıca kanatlar dişleyir yatmağa koymuş. Ah ben... Sustum. Mamanya. Şekerim burada neyinirsen? Marfuşa bacıma çorap dokuyuram. Dokuyursan. Özünüz emrelemiştiniz. Sus! Ben sana tokumağı emrelemiştim, iğneleri takıldatmağı yok. Aziz Marfuş'un kamu yatarsan. Yeni divarın o tarafında işidilir. Elbette işidilir. O sen gün erzinde yorulursan, sonra daş kimi yatırsan, uyanmırsan. Aziz Marfuş'un kamu ise bütün günü mürgüleyip, belini de bükmeyip, odur ki adi hışıltıdan da uyanabilir. Bak şekerim, ele burada tokuyarsan, Aziz Marfuş'un kamı uyatmazsan. Ay ışığı da gördü. Hiç de işitilmir, hiç isti de değil. İki. Buna bir bak. Seher horuzbanına kadar ikinci çorap da hazır olsun. Yoksa her ikilerini yolacağım şekerim. Çapa.
Tiyapa. Əziz xoruz, mənə rəhmin gəlsin. Bir cərgəm, bir ilməm qalıb. Mən azad quş deyiləm. Sən günəşdən soruş. Mənə rəhmin gəlsin, aydın günəşim. Rəhmin gəlsin, qırmızı günəşim. Toxumağı qurtarmağımı gözlə. Yoxsa mənə cəza verərlər. Analığım hörüklərimi yolacaq. Teşekkür ederim aydın güneşim. Ay bebeğe kan horuz. Çok sağ ol. Çok sağ ol aziz horuzum. Kömək elədin. Çattırdım. Şekerim hazırdı. Budur. Ahır ki çattırdın. Lənətə gəlmiş ifritə. Əfi ilan. Gələn dəfə sənə daha çətin iş verəcəm. Hələli isə quşlara su ver, malqaranı yedizdir, odun qır, həyəti süpür. Bəs... Puf! Tiyapa. Gün geldi gün, həmin səhər, həmin gün. Ama yer başka yerdi, kent de o kent değildi. Başka biriydi. Oğlum, Yenə nədir? özündən müğayət ol. Yaxşı, Ananı yaddan çıxartma. yaxşı, Zəifləri incitmə. yaxşı, Qocalara hörmət elə. yaxşı. Oy Ivanuşka Ivan, ne tarafı yakındı. Teze paltar giymişe, ipek sapı çok güzel. Vaniçka, ayak sakla bir dayan. Evimizden yan geçme. Pencereme bir boylan. İvan uzağa gitme, gel birlikte oturak. Bir almanın tadına bak. Dur bir yerde sohbet eleye. Kənara çəkilin siz, sən də toz eləmə yol. Gözəl oğlan yol gəlir, biraz gəzmək istəyir. Ey yol gəl toz eləməsən. Ayıl oluram, hər baxanda özümə. Bircə eybim də yoxdur, fikir ver üz gözümə. Ey yol, gəl toz eləmə.
Dənizlərdən keçərəm, dağlar aşıb gedərəm, gözəl bir qız taparam. Şipşirin gözəl göyçək, ey yol gəl toz eləmə. Soyacağıq, soymayacağıq, yiyəcəyik, yeməyəcəyik. Biz döyəcəyik, bizi döyəcəklər. Soyacağıq, soymayacağıq, yiyəcəyik, yeməyəcəyik. Bizi döyəcəklər, biz döyəcəyik. Soyacağıq, soymayacağıq, yiyəcəyik, yeməyəcəyik. Dayan. Ələ keçdin, indi səni soyacağıq. Məni? Səni. Nə deyirəm ki? Soyun. Tutun onu, tutun, taşlı qoymayın. Dəyənəklər niyə geri dönmürlər? Əziz quldurlar, siz tələsməyin. Bir də gördün qışda düşdülər. Bax belə. Qışda? Sən bir ondakı gücə bax. Koko. İvan az getdi, üz getdi, dərə təpə düz getdi. Bu dünyada nə qədər getdiyi heç kimə məlum deyil. Amma gəlib uzaq bir diyara çıxdı, heç kimin tanımadığı bir yerə. İvanuşka. 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 Kimdi burada mənimlə gizlənpaç oynayan? Mən? Kim? Sən? Hə, Baba, sən deyəsən sehrbazsan. hərdən tilsim işlədirəm, amma yaman darıxıram. Darıxırsan? Darıxıram. Gəl səninlə gizlənpaç, qaçdı tutu oynayaq. Səninlə? Qaçdı tutdu? Hə, Zarafat eləyirsən. Mən sənə o dəqiqə ötərəm. ötərsən? Ötərəm. Məni ötsən sənə möhkəm kaman və iti oxlar bağışlayacağım. Razısan? Razıyam. İvanuşka. Koko.
Ivanuşka. Bilmedin. Ötebilmedin, nedir, öttün? Sen uttun. Aferin. Boynuna aldığın için sana vəd elədiyimi bağışlayacağım. Möcüzeye bak. Biz bunsuz bacarmırıq. Sen hakikaten sihirbazsın. İvan, He, qayıt. niye? Sen esas şeyi unuttun. Yine neyi unuttum? Koca adama çok sağ ol demeyi ve baş eğmeyi unuttun. Her adama baş eğsen başın yerinden kopar. İvan, Koy sana ayı baş eğsin. ne deyirəm ki İvan? Koy her şey senin dediğin kim olsun. Ayı mənə təzim eləyəcək. Eylən ise senin belin olacak. Bak belə. Düzde leleyi aktar tap küleye ver. Leleğin ardınca gidersen kısmetini taparsan. Kısmetini taparsan. Все кукуешь, кукушечка. Oxu, ey ququ quşu, mənə ömür vəd elə. Sən ki heç bilmirsən, nə çəkir yetim qızlar analığın əlindən. Без матери. Не поднялся Güneşsiz açmaz çiçek, солнышко. ağaç bar verə bilməz. Sənsə hey oxuyursan, nəğmən bitməz, tükənməz. Долго
Nə deliyirsən? Ağılsız quş. Salam gözəl qız. Salam gözəllər gözəli. Qorxma məndən gözəl qız. Mənə bax əzizim. Mənə baxıb heyrətlən. Hə. Nəyim pisdir ki? Səndən danışmağa vaxtım yoxdur. Bəs indi nə ilə məşğulsan? Kötüyü suluyuram. Ona hələ çox su verəcəksən? Üstündə güllər açana qədər. Güllər? Analığım əmr eləyib. Deyəsən çox qəddar analığım var. Analıqdır. Bəs adın nədir? Mənim adım Nastyadır. Nastya? Hə. Amma hərə bir cür çağırır. Doğma atam Nastinka deyir. Nastinka. Bacım Nastika. Analığım məni lənətə gəlmiş ifrit adlandırır. Bir də əfi ilan. Nastinka. Əzizim, mənə ərə gəl. Necə də tələskənsən. Nəyim adaqlı yoxşamır? Çəp deyiləm, çapur deyiləm. Bu doğrudur. Amma mən sənin tayın deyiləm. Niyə? Öyünməyi bacarmıram. Bax belə. Məhər mən özümü öyürəm. Əgər bilmək istəyirsənsə, mən hər şey bacarıram. Doğrudan. Hə, yaxşı cüt sürürəm, döyüş edə bilirəm, həm rəqs eləyirəm, həm də işləyirəm, balıqçıyam, ovçuyam. Bax. İndi bu ayını bir oxla yerə sərəcəm. Neynirsən? Onun balaca balaları var. Nə olsun ki? Tiyapa, tiyapa, tiyapa. Nastya, Nastya, Nastinka. Nastya. Sənə nə oldu? Nastya. Nastinka. Sağdı. Sən mənə neynədin? Lənətə gəlmiş ifritə! İvanuşka! Mən sənin qarşında günahkar deyiləm. Səni görüm lənətə gələsən, əfi ilan! Mən səni oxla öldürdüm. Sənsə məni lələyinlə məhv elədin.
Cahillik eləməsəydin, ayı sifətinə düşməzdin. İvan, İvan, ayı baş. Bağışla məni göbələk qoca. Bağışla. Görürsən İvan, sən dediyin kimi alındı. Ayı mənə baş əyir, əylənsə sənin belindir. Mənə yaxşı dərs verdin. İndi isə məsləhət ver. De görüm, təzədən necə insan ola bilərəm? Ayı baş Bahadır, sən arxaya dön. Bir özünə bax, necə yaşamısan bu vaxta can. Elə insanların qarşısında öyünməyi bilmisən, özünü özünə vurulmusan, özünü tərifləmisən, insanlarınsa xətrinə dəymisən. Bax, Nastinkanın da nahaqdan xətrinə dəydin. Nastinkanın? Səndən heç kim xeyir görməyib. Bu da sənin cavabın. Bu da sənə məsləhət. Amma bilmirəm, başa düşəcəksən ya yox. Burada başa düşməyə bir şey yoxdur. İndi gedib xeyirxah iş görəcəm. Və öz xeyirxahlığımla əvvəlki görkəmmə qayıdacam. İvan! İvan! Sən heç nəyi başa düşmədin, İvan. Sizə nə xeyrim deyə bilər? Dayanın, dayanın ay dəlilər. Ayaq saxlayın. Mən sizə xeyirxahlıq eləmək istəyirəm. Dayanın. Salam, qurumuş kötükdə bitən güllər. Mən hər gün bura gəlirəm. Hər gün sizlə söhbət eləyirəm. Yəqin siz bezmisiniz. Bezməmisiniz. Güllər, deyin mənə, İvan hələ sağdır. Sağdır. Əvvəlki kimi məni lənətləyir. Lənətləmir. Onunla görüşə biləcəyik.
Köməkləyin! Köməkləyin! Analar, atalar, xeyirxah insanlar, köməkləyin mənə! Yeməyə bir şey verin. Yazıq yetimə kömək olun. Acı yalavac zavallıya kömək eləyin. Şikayət imkansız kör, çolaq əlilə, lalkara yardım eləyin. Qabda nə qədər pulum var? Bir qəpik də yoxdur. Belədirsə, onda 5 qəpik al. Deməli bir 5 qəpiklik xeyirxahlıq üçün azdır. Hara qaçırsan? İblis! Bacaran canını qutarsın! İblis! İblis! Axı mən hansı xeyirxah işi görüm? Belə. Nayska, hörüyü gətir. Tez ol. Budur. Mamal, onun qaşlarını renklə. Ey benim çiyələyim. Mamal, Nayska'nın hörüyü mənimkindən yaxşıdır. Səninki bahalıdır, yarmarkadan alınıb. Onun hörüyünü dibindən kəs. Hörüksüz qalsa onu necə sürüyəcəyik? Biz onun hörüyünü əskinin altında gizlədərik. Yaxşı, gizlət. Nədir Pinti? Yeməyi xoşlayırsan, amma soba his içindədir. Bax, beləcə gəzərsən, daha səliqəli olarsan. Gəl bunu başına taxaq. Ay, şahzadə. Əsl şahzadəsən. Doğrudan. Şahzadə. Dayan görüm. Belə. Yoruldum. Sus. Eldən düşdüm. Döz. Yox, şahzadə deyilsən. Bəs kiməm? Kraliça. Hansı xeyirxah işi görüm? Daha gedə bilmirəm. Nənə, dur kömək eləyim. Kömək elə əzizim, xeyirxah bir iş gör. Xeyirxah iş? Böyük məmnuniyyətlə. Xeyirxahlıq mənə hava kimi lazımdır. Onda elə. Otur. Hara oturum? Don qarımın üstünə. Donqarına. Otur, otur. Ay nənə, çox uzaqda yaşayırsan? Lap uzaqda mənim balam. Dağa çıxırsan, sonra dağdan enirsən, sonra yenə dağa çıxırsan. Bu lap əla oldu. Elədirsən lap əla. Amma bax ki yorulmayasan, getdik. Bax, belə qızım var. Nə gecə bilir, nə gündüz bütün günü tikir, toxuyur. Səsi də çıxmır. Səhər tezdən durur, sobanı yandırır, bişirir, düşürür, yeri silir, süpürür, süfrə açır. Qıza söz yoxdur. Heç yuxuda da belə gözəllik görə bilməzsən. Qohum, bu artıqdır. Adamlardan eşitmişik ki, sizin ikinci qızınız da var. Mən Adamlar utanmırlar, yalan danışırlar. Mən anamın bircə qızıyam, o biri doğma deyil. Yox, bizə yaxşılıq eləyin, ikincini də göstərin. Mamanya. Nə deyirəm? İstəyirsinizsə baxın. Nasinka! 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 Nastika! Bula gəl. Əfilan! Nastinka, şekerim, şirinim benim. Üzünü qonaqlara göster. Yox, bu bize hiç yaramır. Bu ki bostanlık havasıdır. Bizim kızın nə siri var, nə sifəti.
Eynən atasıdır. Axı mən sustum. Əziz qonaqlarım, sizi nəyə qonaq eləyim? Bizə ya ət ya balıq, hər şeyə görə çox sağ olun. Mənim oğlum qaz içalatını xoşlayır. Çox. Naska! Yox, qoy gözəl qız özü hazırlasın. Adət belədir. Mamanya. Biz də oğlumla tamaşa eləyərik. Görək əlindən nə gəlir. Deyəsən tərləmisən əzizim. Biraz istedi. Mənim sınıq salxaq daxmam görsənmir. Görünür. Bax imarətim də elə oradadır. Hə, getdik. Mənim yaxşı balam, tez ol. İndi gəlib çatarıq. Hə, bu mənim imarətimdir. Çox sağ ol əzizim. Çox sağ ol gözəlim. Nə? Məni ələ salırsan? Nə danışırsan? Buna gözəllik deyirsən? Görmürəm. Mən bir 10 il olar ki görmürəm. Tamam kör olmuşam. Ah, nənə, kaş ki mən də kör olaydım. Nə danışırsan? Aldattı məni göbələk qoca. Kim? Bir də güzgüyə baxmayacağım. Hə, gəlin necədir? Çox xoşuna gəlir. Əsl gözəldir. Ağ bəniz, qırmızı yanaq, bircə eybi də yoxdur. Mamanya! Ay aman! Ay haray! Mamanya! Marfuşenka, qızım, kömək eləyin. Mamanya! Dartın. Marfuşenka! Marfuşa! Mənə kömək eləyin! Çıxardın məni! Biraz dərk bağlamaq lazım idi. Mənim bircə balamdan imtina eləyirsiniz? Niyə ki? Mənim oğlum cavan, gözəl göyçək oğlandır. Bu dəqiqə evlənməyə hazırdır. Amma bununla yox. Marfuşenka! Bax onunla. Adı Nastinka olanla. Bu ki nənənin kəliydi. Onsuz o necə gəzəcək? Aparmaq lazımdır. Aferin Ivanuşka, əhsən. Bu nədir belə? Yuxudur? Yoxsa gerçək? Yoxsa qoca sehirbaz oyun oynayır? Məni bura lələk gətirdi. Burada mən Nastinka ilə görüşdüm. Kötükdə doğrudan da güllər açıb. Zalım sehirbaz məni ələ salır. Tilsimi qıra bilməyəcəm. Deməli mənə bir şey qalır. Əlvida, Nastin. Nastinka! Həftələr ötdü, qar çoğum gəldi.
Koca öz kızını meşeye aparır. Bu onun öz isteği değil, analığın emri belədir. Qarı qocanı çox danladı, çox deyindi, çox danışdı, çox donquldadı. Elə hey deyindi. Çalışıram Marfuşanı ərə verim. Amma hamı lənətə gəlmiş Nastikaya baxır. O yaramazı meşəyə apar. O əfi ilanı gözüm görməsin. Yok. Koy karı beni dünyadan yok eləsin, koy qəbrə göndersin. Ama ben seni kızın meşide koymayacağım. He Zorka, eve kayıt. He Zorka. He Zorka. Koy beni maşayla dövsün. Qaramağa keçirsin. İndi mən Nastinka eşlədən qorxmuram. İndi mən Nastinka heç kimdən qorxmuram. Mən ona hər şeyi deyəcəyəm. Hər şeyi Zorka. O gününü qara eləyəcək atacan. Səni məhv eləyəcək. Elvida. Məni unutma. Nasya! Nasya! He Zorka. Hey kim var orada? Terpenin kapıları taybatay açın. Dayan görüm. Mamoy, Nədir? Besti, sizin devriniz kurtardı. İndi sustum. Marfuşenka əzizim keçəvə soyuqlayarsan. Sunu küstürürüm. Nastinkamız daha yoktu Çapa. Çapka. Daxma. Arxanı meşəyə, üzünü mənə çevir. Ne lazımdı? İvan, sen hardan çıktın? İcazetsiz daxmanı çevirdin, koca karını oyattın. Durmuştu da özü için hiç kime mani olmurdu. Hirslənmə nənəcan, acıqlanma. Ay küpə girən, köməklə Nastinkanı tapım. Köməklə onu beladan qutarım. Menden kömək gözleme. Tez buradan çıkıp git. Daxma. Üzünü meşeye, arkanı İvan'a çevir. Arxanı meşəyə, üzünü mənə. Üzünü meşeye, arkanı İvan'a. Arxanı meşəyə, üzünü mənə. Üzünü meşeye, arkanı İvan'a. Puh, hulugan. Onsuz da mən deyəndi. Hə daxma, mənə tərəf. Mənə? Mənə. Mənə? Mənə. Mənə? Mənə. Mənə? Mənə. Mənə? Mənə. Mənə? Oh, yaxşı. Senin de vaxtın çatacak. Gücüne de arxayın olma. Sen tabii yolla. Mənsə cadugarlığıyla. Çofur.
Ha, görək kim kimi. Bir, iki, üç. Bura, atın onu. Çorbadan sonra kızardım yiyərik. İvan, nahal gerəcən təşanlıq eləyirsən, ayaqlarınla dirəşirsən, onsuz da səni pişirib yiyəcəm. Mən qəsdən eləmirəm ki, ay nənə. Qəsdən eləmirsən? Heç kim məni belin üstünə oturtmayıb, sobaya salmayıb. Göstər görün bunu necə eləmək lazımdır, hə? Düş görüm. Tut. Tuturam. İndiki cavanlar, bilmirəm sizə nə öyrədirlər. Burada çətin bir şey yoxdur. Sənə yaxşı yol. Yandım. İtilin buradan. Yoxsa sizi kösəvə çevirərəm. Hey, sınıq salhaqlar. İvanuşka, mənə rəhmin gəlsin. Yandım, bişdim, odlandım. Həmişə təmizliyi də nənəcan. Dey görüm qoca efritə, Nastinkanı harda axtarım? Harda axtarım. Nastinkanı necə xilas eləyim? Xilas eləyim. Döz nənəcan, döz küpə girən. Fuf. Döz. Meşədə yoxa doğuldu, meşədə böyüdü. Qışda yayda da ucaldı, həmişə yaşıl qaldı. Qışda yayda da ucaldı, həmişə yaşıl qaldı. Çovğun laylay oxuyurdu, yat gözəl yol laylay. Şah da onu qara bürüdü, meşədə lay dedi. Bax ha, üşüməyəsən. Bu gözəl möcüzə hardan gəlib? Evdən? Sənə istedi gözəl qız. İstedi Şahtacan, istedi. İndi də istedi, al yanaqlı. İstedi Şahtacan. İstedi babacan. Yaxşı qızsan, sözə baxansan. Al mənim kürkümü, mənim əziz balam. Ve sen babacan donmazsan. Donmaram.
Quşcuğaz. Özünü yorma güzelim, yorma özünü. Benim əsamda böyük güc var, şaxta gücü. Sen zalimsan Şaxtacan. Amansızsan. Amansız deyiləm, mənim də quşcuğaza çox yazığım gəlir. Amma kim əsama toxunsa, heç vaxt oyanmayacaq. Sənə nə oldu, gözəl qız? Elvida Şaxtacan. Nə oldu sənə, al yanaqlı? Donuram. Hey, sürətli xizəklər! Tez özünüzü çatdırın bura! Qanadlılar! Möhkəm ol əzizim, möhkəm ol. Donma. Bax belə. Bax belə. Biz hələ sənin toyunda şənlik eləyəcəyik. Hey, qanadlılar! Esindin əzizim. Nastinka məhəbbət. Boş şeydir. Al sənə gözəlim. Qoyundan kürk verim. Düzdür. Sağlam olun. Xəstələnməyin. Nə? Sos. Çofır. Oy səni. Bax bu sürətli kirşədir. Özü gedir, özü yol göstərir. Özü gedir, özü idarə eləyir. Özü də Nastikanın yanına gətirib çıxaracaq. Kürk təzəydi. Qaytarmaq yadından çıxmasın. Onu yaxşı təliyə saldım. Yaman yorulmuşam, yoruldum. Oy, lənətə gəlmiş radikulit. Qanadlılar! Oy, halım yaman pisti halım. Kızdırma değil, soyuq değme değil. Yazık karını xəstəli öldürmür. Zavallı qəlbimi hirs öldürür. Oh, mən yata bilmirəm. Yeyə də bilmirəm. Oh, qəfil qonaq mənim xətrimə dəydi. Köpək girən qarını incitdi. Mən onu yemək istəyirdim. Amma yemədim. Özüm deli kimi belin üstünə oturdum. Mənim pişiyim, mənim məstanım, nəxmər tüklü pişiyim.
Qara kürəklim mənim. Sən mənə kömək elə. Qarlıcığırla get. İvanın nişanlısını məhv elə. Belə. İndi işlər əla olacaq. Eybi yoxdur mənim nəvəm. Hər şey yaxşılıqla qurtaracaq. O heç vaxt səni unutmayacaq. Mən gedim meşəyə baş çəkim, ağca qayınlara, şamlara nəzər salım. Görüm hər şey qaydasındadır ya yox. Sən də burada görün baxım elə. Darıxma əziz nəvəm, tezliklə qaydacam. Nastinkanın başında bəla var. Hara gedirsən qoca, evə gəl. Gəl dedim. Nastinka. Ay ay ay. Gəl dedim. Nastinka. Тяпка? Mestan. Mestan. Hara gedirsən? Əsama kim toxunsa, heç vaxt oyanmayacaq. Heç vaxt. Meşədə yolka doğuldu, meşədə böyüdü, qışda yayda da ucaldı, həmişə yaşıl qaldı. Qışda yayda da ucaldı, həmişə yaşıl qaldı. Çovğun laylay oxuyurdu, yat gözəl yolka laylay. İşlər qaydasında deyil, indi səni qara bürüyərik. Ay, mən başıboş, donduran əsamı evdə qoymuşam. Tuk tuk. Evdə kim var? Qapını mənə kim açar? Bu mənim, Nastinka. Nastinka, nəvəm mənim nəvəm. Mən başıboş bir qocayam. Nastinkanı qoruya bilmədim.
Necə oldu? Aferin size. İndi sizi adıma layık mükafatlandıracağım. Benim əzizim. Al pişiyim. Bu da senin bir kasa haman. Kazanmışsan qaraşınım. Çofar, çofar. Sənə də aferin. Bu da senin haşın. Kazanmışsan kürenim. Salam İvan, dul qadının oğlu. Salam Şaxta baba. Sən Nastya'nın dalınca gəlmisən? Hə? Nastinka. O yatır. O niye gündüz vakti yatır? İvanuşko o indi geceler de yatır. Bağışla məni Nastinka. Nahaqdan qəlbinə dəydi. Bağışla. Иванушка. Nastinka. Иванушка. Necə də yaxşı olmusan. Doğrudan? Həmişəkindən də yaxşı. İndi mən tamam dəyişmişəm. Əvvəllər necə yaşayırdım, təkcə özümü düşünürdüm. İndi mən yalnız xeyirxah işlər görmək istəyirəm. Bax, indi mən beləyəm. Oy, yanağındakı nədir? Nədir ki? Deyəsən yenə ayı tükü çıxmağa başlayır. Zarafat elədim, Ivanuşka. Nastinka. Çofar, çofar. Fitil, yok ol. Oh, yalancılar, müftehorlar. İndi ne yiyecek? Ha? Göstererik. Başkalarının da kocaları səfehdi. Ama senin kimi yok. İşte bir bak. Doğma kızını meşeye kim aparar? Onu Şaxta babaya hediye canavarlara yem elədi. Akımın. Ne? Sustum. İndi Nastikasız neyniyek? Bütün işleri öz çiğnime götürsem yüreğim dayanacak. Hele bir senin de yükünü taşımalıyam. Sakalın saçın dökülür kotur. Al benim balım. Bak senin üstünde doğma al yanaklı kızımı vurdum. Nastika burada olsaydı. Gelirler.
Bu benim nişanlımdı. Ivanuşka. Atacan, her şey çok sadedir. Şahta baba mənə meşədə rast geldi. Öz evində qonaq elədi. Ivana nişanladı. Bahalı cehiz de verdi. Bunlar kıymetli daşlardı. Oğlan yaman yaraşıqlıdır. Nastinka da lap şahzadədir. Esin şahzadə. Marfuşa isə maymaqdır ki maymaq. Hamınız buradan el erat olun ki iziniz tozunuzda kalmasın. İndi sana maymağın kim olduğunu gösteririm. Özün sen maymaq. İndi el ayağını sındıracağım. Marfuşenka sakit ol azizim. Hamınız itirin buradan. Nişanlı isteyirim. Var dövlet isteyirim. 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 Marfuşa'nın isteği karının emriyle koca Marfuşa'nı meşeye apardı. Ündür şam ağacının altında koydu. Üşümürsen ki güzel kız. Başın harap olup koca. Görmürsen elim ayağım donup. Görsen. Bu ne acayip garayip kızdı. Üşümürsen ki güzel kız. Üşümürsen ki al yanaklık. Tez ol mənə daxlı ver. Cehiz de ver. Hem de çok. Eşidirsen lap çok. Bak belə. Ayılar sakitçe kış yuhusundadılar. Sakitçe. Tülkünün de kar altında evi var. Karganın da yuvası var. Kuldurlarınsa Hiç neyi? ne evi ne eşiği. Sakit. Ham yeri kesin. Tez sallın. Ağırlı eleyecek. Susun. Ara bakın. Ne teşrif buyurup. Kar. Telem teresi gözünü çattırıp. Meşe sakinleri, kuldurlar, oğrular. Yeri gelmişken istemirsiz ki Neyi? kucak kucak kızıl, bedrelerle gümüş, misindeki sayı hesabı yoktu. Sade bir iş görmelisiniz. De gelsin. De. Tezele. Onlara mistebes eliyer. Sizin içinse kızıl. Sonra. Evvelce iş. İtibar edemirsiniz. Benim azizlerim. Ama biraz sakit. Sakit olun.
Deməli, belə yaramazlar. Tapşırıq çox sadə, çox asandır. İndi buradan dul qarının oğlu İvan və onun nişanlısı keçəcək. Onları tutmaq, əl ayaqlarını kəndirləmək, işgəncə vermək lazımdır. Aydındır? Aydındır. Hamı yerinə. Hey, sessiz elə. Tutun onu. Nastinka, möhkəm ol. İş hoşuna gəlir. Mənəcən, pulları. Bu dəqiqə. Koca qarının xətrinə dəydiz, müftəxorlar. Barış İvan. Yoxsa mənə elədiklərinə görə cavab verəcəksən. Ardınca. Gecbəsərlər. Qorxduz. İrəli! Süpürgəm, süpürgəm, süpürgəm. Uşaqlar, bu ki bizim değnekçiler. Nastinka. Ehtiyatlı ol İvanuşka. Ay səni alçaq. Nənəyə rəhmin gəlsin, rəhm elə nənəyə. Sənə rəhm eləməyəcəm. İvanuşka. Nastinka. Nastikaya bir sandıq bir mücrü bağışladı. Mənim Marfuşinkama isə 2 sandıq, yox, 4 sandıq və 2 mücrü bağışlayacaq. Niyə 2 mücrü? Əgər sandıq 4-düsə deməli mücrü də 4 olacaq. Nastikaya kətçinin birini adaxladı. Marfuşinkanın isə nişanlısı zadəgan olacaq. Gəlirlər. Cehiz hardadır? Burada. Axmaq. Sustum. Puh, size. Öpüşsünlər.
Ben de oradaydım. Bal yedim, pive içtim. Gelin de güzel idi, bey de. Hele buradaca nağıl da bitti.